İKT-Lab, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən beynəlxalq akreditasiyaya malik bir mərkəzdir. İKT-Lab hansı istiqamətlərdə təlimlər keçir və insanlar hansı digər resurslardan istifadə edə bilərlər? İKT-Labın məqsədi yalnız bilik verməklə kifayətlənmir. Həmçinin gəncləri müasir texnologiyalarla tanış etmək, onlara yeni bacarıqlar qazandırmaq və iş bazarına hazırlamaqdır. Tədris olunan sahələr: proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı, veb inkişaf, kiber təhlükəsizlik, data analitika, süni intellekt və maşın öyrənməsi, bulut texnologiyaları. İKT-Lab dünyanın aparıcı texnologiya şirkətləri və qurumları ilə əməkdaşlıq edir. Mərkəz CompTIA-nın rəsmi akademiyası, Cisco Şəbəkə Akademiyası, Microsoft Imagine Academy, Oracle Academy kimi beynəlxalq statuslara malikdir və bu statusların köməyi ilə beynəlxalq tədris proqramlarına əsaslanaraq təlimlər təşkil edir. Karyera qurmaq istəyənlər üçün tövsiyələr. İlk addım olaraq öz maraq sahənizi müəyyənləşdirin. Seçdiyiniz sahə üzrə praktiki layihələrdə iştirak edin və real dünya təcrübəsi qazanın. Mütəxəssislərlə şəbəkələşmək və peşəkar təcrübə qazanmaq üçün təcrübə proqramlarına qoşulun. Öyrənmə üçün faydalı resurslar: ümumi texnologiya və proqramlaşdırma, Codecademy, Udemy, Coursera, FreeCodeCamp, icma və kod müzakirələri, GitHub, Stack Overflow, data analitika və süni intellekt, Kaggle, DataCamp. İKT-Lab praktik və nəzəri təlimləri birləşdirərək gənclərin texnologiya sahəsində peşəkar karyera qurmasına və beynəlxalq səviyyədə uğur qazanmasına kömək edir.